Az bacarıqlı şəxslərə də iş var yoldaşlar. Yəni çox şərt qoymayan, sizdən çox şey tələb eləməyən işlər də var. Orta səviyyəli işlər mən deyirəm həmişə o işlərə. Yəni orta səviyyəli işlərdir. Normalda o işlərdən bəzi şirkətlər çox həddən, çox meyar qoyaraq sizdən tələb edirsə, amma bəzən də elə şirkətlər olur ki, ciddi bir öhdəlik qoymur. Ciddi bir daha doğrusu tələblər qoymur sizin qarşınızda. Misal üçün, gəlin onlardan bir təxminən 5-6-sından bəhs etmək istəyirəm. Daha dəqiq desək 6-sından. Bir-bir onlar haqqında bəhs edeyim. İlk öncə logistika üzrə satış mütəxəssisi var yoldaşlar. Baxın, burada 800.000 manat arasında maaşdır, amma əmək haqqından əlavə satışdan bonus da qazana bilirsiniz. Əgər məsuliyyətlisinizsə, nəticə yönümlüsünüzsə, yaxşı ünsiyyətiniz varsa, baxın, əsas məsələ budur. Yaxşı ünsiyyət qabiliyyətiniz varsa və təqdimat bacarığınız varsa, bu işə müraciət edə bilərsiniz. Bu, mobil qrup şirkətindədir. Bundan əlavə, qeydiyyatçı işi var Daimət klinikasında. Qeydiyyatçı işlər də çoxdur. Mən, misal üçün, sizin üçün elə bir qeydiyyatçı işçi seçmişəm ki, o çox şey tələb eləmir sizdən. Misal üçün, 22-35 yaşlı olun, orta ixtisas təhsiliniz də olsa olar, yəni vacib deyil, ali təhsilli olasınız. Xarici dil biliyi də vacib deyil, əsas məsələ Azərbaycan dilini bilin. Ünsiyyətçil olun, məsuliyyətli olun, təşkilatçılıq bacarınız varsa, stresə davamlısınızsa, operativdirsə, həftə içi 6 gün olan, ondan 5-ə qədər olan bir iş var. Əmək haqqında razılaşma yolu. Resepsiyon işi var Div Akademiyada, bu da yoldaşlar Elmlər metrosu yaxınlığındadır, 6 günlük işdir, belə deyim, müasir ofisləri var. Ofis avadanlıqlarla işləmə təcrübəniz varsa, yəni printer, skanner ilə bağlı hər hansı bir təcrübəniz varsa, müraciət edə bilərsiniz. Yəni, yoxdursa o təcrübə, müraciət etməmənizi tövsiyə edirəm. Amma belə də onu öyrənmək də olur. Əgər siz CV-nizi yollaya bilərsiniz, sonra da gedib bir yerə kiçik bir ödəniş eləyərək, hər hansı bir kompüter salonuna və s. onlardan kiçik bir dəstək ala bilərsiniz bir gün içində. O biliklərə yiyələnmək elə də böyük, daha doğrusu qəliz bir məsələ deyil. Sonra Embo Finance Bank olmayan kredi təşkilatında da var korporativ satış üzrə kiçik mütəxəssisi. Burada da 500.000 manat aralığında qazana bilərsiniz. Bu, əmək haqqının bu qədər fərqli olmanın səbəbi də təcrübədən asılı olaraq dəyişir yoldaşlar. Ali təhsilli olmalısınız əsas məsələ. Ünsiyyət və təqdimat bacarıqlarınız olmalıdır. Ofis proqramlarını bilməlisiniz. Burada yəni siz həm də CRM sistemləri ilə işləməyə, o sistemi öyrənməyə fürsəti əldə edə bilirsiniz. Bir növ kursa getməyə əvəzinə, belə deyim də, pulsuz olaraq işləyərək belə bir sistemlərlə üzrə də biliklərə yiyələnə bilərsiniz, təcrübə qazana bilərsiniz. Sonra İblis Bakuda təmizlik şöbəsi üzrə nəzarətçi işi var yoldaşlar. İngilis və rus dillərində orta səviyyədə bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Bu, yəni nəzarətçi işidir. Təmizlik şöbəsi üzrə nəzarətçi işidir. Siz təmizləmirsiniz, belə deyim, siz təmizlik işini icra edənlərə nəzarət edirsiniz bilmir. Sonra çağrı mərkəzi operatoru işi var, 700 manat qazana biləcəyiniz bir işdir yoldaşlar. 18-40 yaşlı şəxs olmalısınız, səhər saat 11-dən 6-ya kimidir, necə saat edir? 8 saat. Qış parkının yaxınlığındadır, belə deyim. 6 günlük işdir yoldaşlar. Əsas məsələ rus dilli yoldaşlar. Yazı və danışıq formasında bilməlisiniz. Ofis proqramlarını yaxşı bilməlisiniz. Xanım olmalısınız. Bu işlərdə müraciəti dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmazda səhvini çəkirsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur. Siz bu videonu harada görürsünüz, kanala daxil olun, Toğrul kanalına. Kanala daxil oldukdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb müraciət edə bilərsiniz. Mesaj yaza bilərsiniz.